Xoş gördük, hər iki tərəfə çıxışı olan Xırdalan şəhərində 119 nömrəli avtobus dayanacağına yaxın. Hazırda evin arxa hissəsindən həyətini görürsünüz. Ama bu genişliyində həyəti var. Hələ buradan da çıxış mümkündür. Gəlin keçək evin iç təqdimatına. Bir daha qeyd edirəm, hər iki tərəfdən çıxışı var. 3 otaqdan ibarətdir. Mansard tipli. Birinci mərtəbədə bir otaq, bir mətbəx. İkinci mərtəbədə. Burada mətbəx hissəsidir. Qiymətə çox ucuz, münasib qiymətə təklif olunur. Bu da əsas giriş qapısıdır. Evin əsas giriş qapısı buradandır. Bu sancıqda göstərək qiyməti açıqlayaq. 37.000 manata təklif olunur. Bir otaq, mətbəx aşağıda, 2 dənə də yataq otağı yuxarıda. Gəlin keçək yataq otaqlarını göstərək. Qiymətinə görə, torpağına görə çox əla bir variantdır. Yataq otaqlarından birini gördük və sonuncu ikinci yataq otağı. Əkin, torpaq istəyənlər üçün, gül, ağac əkmək istəyənlər üçün çox əla bir təklifdir. Dəyərləndirməyə tələsin. Təşəkkürlər.